5 dakika 5 dakika tarlada dincəldikdən sonra yolumuza yine devam edirik. Hələ ki talanın ərazisi devam edir. Peykdən şəklini qoyacağım. Talanı görəsiniz nə boyda ərazidir. Oldu Adrendin. Alınıyor. Deməli, tala deyilən ərazini keçdik. Yox, biraz qalıb hələ. Yağa en azı buradan 3 kilometre qalıb. Ot, hündür bitən nə otdur? Bax burada talanın ərazisi qutarır. Giririk buradan belə meşəyə. Giririk meşəyə. Buradan belə 150 metreden sonra üzü meşənin içindən dağa çıxacağıq. Bax belə gözəl yerlərimizdir. Yüz illərdir bizim kəndimiz bax buraya gəlir. Gedir həmin çayın üstünə. Orada bir neçə ay yaşayırlar. Heyvanlarını orada saxlayırlar. Mənim atam 1949-cu ildə anadan olub. 40'lığı həmin bulağın üstündə tökülür. 49-cu ildən 87-ci ildən hər il gedib 2023-cü ildən başlayaraq hər ildə o proses davam edir, gedirik. Ondan qabaqda babalarımız gedib, babalarımızın babası gedib. Yəni nəsildən nəslə bu səfəri ötürürük. Hər il bizim kənd, bizim ailə bax bu yolları gedərək mal-qara ilə gedib Tursuda bir neçə ay yaşayıblar, dincəliblər, alaçıqlar qurublar. Həyat sürüblər orada. Gözəl günlər. İnşallah o gözəl günləri biz yenidən davam etdirəcəyik. Heyvanlarımızı aparacağıq.